Sabahın xeyir Azərbaycan. Kişi ilə qadının maaşında fərq olmalıdırmı? Bu sualla Bakı sakinlərinə yaxınlaşacağıq. Məncə fərq olmalıdır. İşin keyfiyyətini baxmaq lazımdır, ona görə dəyərləndirmək lazımdır. Mən fərqi görmək istəmirəm. Çünki kişi qadın arasında niyə fərq qoyulmalıdır ki? Hər ikisi necə deyilə cəmiyyətin fəal üzvlərindəndir. Kişi də çox olmalıdır. Nəyə görə? Biraz izah edə bilərsiniz? Çünki kişilər ümumiyyətlə xərcləri çox olur. Bütün yük onların üstünə düşür. Ona görə mən elə düşünürəm. Məncə niyə ayrı olmalıdır ki? Eyni olmalıdır. Nə fərqi var ki, eyni şey qadın da görür, kişi də görür. Yox, mən düşünürəm ki, heç bir fərq qoyulmamalıdır və qadınla kişi istənilən maaş ala bilərlər. Fərq olmamalıdır məncə. Yəni çünki əsasən gender bərabərliyinə uyğun olaraq düşünülməlidir. Ancaq bu da baxır ki, sahəsinə görə dəyişir də. Məsələn, elə iş sahələri var ki, onlarda daha çox fərqli cür o düşünülə bilər. Məsələn, çəkilən əziyyətin, əməyin sahəsinə görə. Yəni bu cür.